Salam dostlar, necəsiz? Ümid edirəm ki, hər kəs yaxşıdır. Yaxşı olun həmişə. Bugün sizlərlə Trendyoldan mal sifariş vermişdim, vitaminlər sifariş vermişdim. İndi onlar haqqında danışacağım. Sifarişlərim gəliblər. Sizlər hələ açmamışam, heç paketləri açmamışam. Sizlərlə birlikdə inşallah onları açacağım. Görək necə vitaminlərdir. Rəylərdə yazılmışdı, rəylərə baxdım, rəylərdə yazılmışdı ki, yaxşı vitamindir. Aldım, istifadə edirəm belə. Xoşum gəlir. Dəfələrlə almışam. Yəni ona görə də mən də aldım. İndi paketini açacağam görüm nətər vitaminlərdir. Hətta belə deyək də satanlar dedilər ki, Trendyolda yəni çat sitəsinə yazmışdım. Orada dedilər ki, ürünün həm sertifikatı da var. Açıqlama qismində sertifikatı var idi. Necə vitamin olduğu, laboratoriyalarda yoxlanıldığı haqqında məlumatlar verilmişdi. Həm də ki, tərkibində nələr var idi, onlar haqqında məlumatlar verilmişdi. Həm də ki, orada yazılmışdı ki, üstündə QR kod qoyulub, o QR kod vasitəsilə də ürünün orijinallığını yoxlamaq olar, məhsulun orijinallığını yoxlamaq olar. İndi o məhsullar yavaş-yavaş açaq, sizlərin gözü qabağında. Həm paketlənməsinə baxaq, həm vitaminin özünə baxaq, həm də üstündə QR kodu oxudaq. Görək ki, indi orijinal bir məhsul çıxacaq, yoxsa çıxmayacaq, nə göstərəcək. Deməli, mən indi kameranı yerləşdirim, ondan sonra davam edək. Deməli dostlar, paketlər budur, Starex'dən görmüşəm. İndi sizlərlə yavaş-yavaş yoxlayaq. Birinci vitamin budur. Deməli, bunun B kompleks vitamin olmalıdır bu bildiyim qədəri. Sonra da 2 satıcıdan aldım bunları. Əcrəmoldan bir də vitamin neydi adı bilirdi. Bunlardan aldım. Biri budur, burada 3 dənə vitamin var. Omega 3 var, C vitamini olmalıdır. Nə bilim, D3 vitamini olmalıdır, kalsiyumla qaçışır. Bir də burada isə B kompleks vitamin olmalıdır. Bunu başqa satıcı göndərib, bu qutaqları. İndi hamısı sertifikatlı məhsullardır. İndi düşündüm ki, yaxşı olar, ona görə də sifariş verdim. Sizlərin gözü qabağında açaq, yoxlayaq bunları, görək nətərdir. Ümid edirəm ki, yaxşı bir məhsul olacaq. Birinci B kompleksini açaq, hələ açılmayıb. Gördüyünüz kimi təzə gəlib. İstifadə eləmək üçün dedim, elə sizlərlə də belə gözəl bir video çəkim. Mən də sizlərin gözünün qabağında açaq. Ürünü açmamışdan əvvəl bir şey deyim ki, rəylərdə siz də Trendyoldan hər hansı bir vitamin sifariş veribsizmi, hər hansı bir supplement sifariş verirsinizmi, nətər gəlir, necə çıxır vitaminlərə sifariş veribsizsə, onlar haqqında zəhmət olmasa öz fikirlərinizi bölüşərsiniz. Mən həm arıram, düz işim çox olduğuna görə, mən özüm müəlliməm, işim çox olduğuna görə bütün gün ancaq məktəbdə, orada burada olan bir əməli qidalanmıram, açıq deyim. Ona görə də məndə qidalanmam zəifdir görə arılığım çoxdur. Dedim, heç olmasa vitaminlər aldım. Düzdür, vitamin deyilən görə kökəltmir, amma bəzi adamlara kökəldir də vitamin. Heç olmasa dedim, maddələr mübadiləsini tənzimləyər. Lazım olan əlavə qidalar, qida mənbələri də vitaminlərdən almış olaram. Ona görə də dedim ki, düşündüm ki, çox lazımlı bir şeydir. Düzgün qərar vermişim, sifariş verdim. Görək indi inşallah nətər olur. Həm kökəlməyimə kömək edir, həm iştahımı açar, elə bilirəm. Və bundan sonra kökəlməyim daha da sürətli olar, inşallah. Paketi cıraq. Səliqəli şəkildə cıraqdır. Ürün budur, B kompleks vitamini. Bu şəkildə gəlib. İçərisində bir şey yoxdur. Bu şəkildə gəlib. Yaxşı paketlərini düşünürəm, pis paketlənməyib.
və tərkibində B12, B7, B5 şimdi tam oxuyacağım. Bu B kompleks vitaminidir. B kompleks. Arxasında daha tərkibində bunlar var. Şimdi bunu açaq. Burada nəsə əlavə kağız da deyəsən qoydular. Bilməm nədir. Sertifikatı da nədirsə əlavə bir şey qoydular burada. Ya fayəlməsidir, fakturası da. Bu fakturasını da qoyub içərisinə. Böyle bir faktura koydular. Türkiye'nin fakturasıdır. Böyle feneri açaq. Böyle bir faktura koydular. Demək burada nə yazır? Deyir ki, dikey vitamin, kozmetik və qida takviyeləri pazarlığı ticarət AŞ. E-post her şeyi yazıb, e-postu, nömrəsini falan her şeyi yazıb. Bildiğimiz fakturadır. Burada farklı bir şey yoktur. Miktarını yazıb, ne bileyim, tuttuğu TL yazıb, yani ne kadar tutub. Şimdi bağlamamızı açaq. Yenə deyirəm, əziz dostlar, siz də belə vitaminlər sipariş verirsinizmi? Verirsinizsə, vitaminlər sipariş verirsinizmi? Verirsinizsə, necə çıxır vitaminlər? Sizi qane edirmi? Bir keyfiyyətsiz çıxmırmı? Mesela keyfiyyətli olur. Yəni, nətər vitaminlərdir? Razı qalırsınızmı? Bunlar haqqında rəylərdə çox xahiş edirəm. Öz fikirlərinizi bölüşün. Rəylərdə, Trendyolun rəylərində pis yazılmamışdır. Həm də fikirləşirəm pis olmaz. Çünki Türkiyədən gələn mal, Türkiyədən gəlmiş mal, həm də düşünürəm pis olmaz. Şey model ki, yani Çin'den falan gelmeyip ki, yani buna göre düşünmek istemiyorum. Bu kalsiyum vitaminidir, D3. Kalsiyumdan D3 vitamini katışırlar. Yaxşı paketlənib. İçərisində 60 kapsuldur hamısı. Bu C vitaminidir, bu da 20 kapsuldur. Hamısı eyni firmanındır. Natura Supreme firmasıdır. İlk dəfə istifadə edəcəm bunu. Görək indi necə olacaq. İçərisində gluten içərməz, laktoz içərməz, belə şeylər yazılır tərkibində. Halallıq sertifikatı falan var. Quali sertifikatı var. Nə bilim, Quali'dir. Buna yazıb tatlandırıcı içərməz, koruyucu maddə içərməz, gluten içərməz, laktoz içərməz, belə yazıb. Tərkibi kalsiyum 300 mg, bir tabletində 3 mg, 2 tabletində 600 mg var. 75% ödəyir. Vitamin D3 isə 5 mg, 200 IU, IU bilmirəm açığı nədir, 200 IU-dur. 2 tabletində 10 PG var, milligram desən, bu 400 IU-dur, 200% ödəyir. Takviye edici qidadır. Bu şəkildə sonuna da belədir. Bilmem görürsünüz. Burada bu da 60 kapsul omega 3'tür. Bu şekilde. Omega 3'tür. Arkasında fish oil, balık yağı var. 1000 mg. E-pasını gösterip eicosapentaenoic asit. Yani 360 mg, yani EPA'sı, DHA'sı ise
9 saheksainik asid nəsə yazıb, DHA-sı 260 mg-dır, EPA-sı isə 360 mg-dır. Oxuya da bilmədim, uzun sözdür. Həm də xarici dildən tərcümə olunmuş sözdür görə çox uzundur. Demək, ISO 22018 sertifikatı var, bir də ISO 9001 2015 quality sertifikatı var. Yumuşaq kapsüldür. DHA deyir ki, DHA normal beyin funksiyalarının korunmasına katkıda bulunur. EPA və DHA kalbin normal funksiyasına katkıda bulunur yazıb. İçərisində yazıb, arxasına yazıb, tatlandırıcı içərməz, koruyucu maddə içərməz, gluten içərməz, laktoz içərməz. Yəni, düşünürəm ki, keyfiyyətsiz olmaz ən azından. Bunları yoxlayacağım, onu da əlavə edəcəm. Videonun sonluğunda əlavə edəcəm, baxarsınız. İçərisində hətta bu omega 3 balıq yağı olduğunu görə İçərisində nəsə dərman kimi şeydə atırlar ki, nəmişlik çəksin deyəsən, nəsə belə bir şeydir. Bu da B vitamin kompleksidir. Bunu da ayrı satıcı göndərib. Bunu da açaq, bir göstərdiyimdə. Şimdi kəsmək istədim, kəsəlim. Üzərindən baxdım, görüm. Bu da belə B vitamin kompleksidir. Bunun da arxasında yazıb, tatlandırıcı içərməz, koruyucu maddə içərməz, gluten içərməz, laktoz içərməz. Vitamin B1 1000 mg, vitamin B2 1000 yox, 100 mg daha doğrusu. Vitamin B1 100 mg, vitamin B2 100 mg, vitamin B3 100 mg, kolin vitamin 4 yəni 50 mg, vitamin B5 hamısı B vitamindir bunların. Vitamin B5 100 mg, vitamin B6 10 mg, biotin, yəni vitamin B7 100 PG-dir deyəsən. Bunun nəsə vitamin B7-ni milligramı fərqli yazır. CG'dir, PG'dir, nəsə fərqli dildə yazır. Bu da milligram deməkdir, isə biləməmsə. Deməli, 100 mg, inositol, yəni vitamin B8 50 mg, folik asid, yəni vitamin B9 100 mg, vitamin B12 100 mg. Bəzilərinə M-ni fərqli yazıb, yəni M yazmıyor da, Ç kimidir, nədirsə, bu rus Ç-sıdır, nədirsə yazıb. Onlarda yəqin elə göstərilir də. Məsələn, vitamin D3-də İU zat göstərilir, onun qabağında milligramı göstərəndə biraz fərqli yazırlar. Bax elə. Burada da bilmirəm, görürlər, yox. Bir şey söndürüm, bəlkə şansındır. Görərsiniz. Burada. Yəqin ki, görürlər. Yaxşı görünmədi. Belə, bu vitaminləri aldım. Vitamin B kompleks, kalsiyum, vitamin D3, vitamin C, bir də omega 3 balıq yağı. Ümid edirəm ki, xeyir olacaq, yaxşı olacaq. Siz də rəylərdə öz sözlərinizi bildirin, öz fikirlərinizi bildirin. Almağa dəyərmi, almağa dəyməzmi? Yəni, alıb tutsa xeyrin görübsünüzmü? Və ya da ziyanlıdır, nədirsə öz fikirlərinizi bildirin. Trend yoldan almışam, yenə deyirəm, Temudan almamışam. Düşünürəm ki, pis olmaz. Burada QR kodu var yuxarısında. Fikir verirsinizsə, bu hissədə QR kodu var, baxdıq burada. Burada QR koddur, bunu oxudursan, orijinallığı yoxlamaq olur məhsulu. Burada da üstündədir QR kodu. Hamısını indi yoxlayacağım, burada da var. Bir də burada da var. Burada da QR kodu var. Yoxlayacağım və o videonu da qoyacağım videonun arxa hissəsindən. Və ya da ayrı video kimi yükləyəcəm, baxarsınız.
Siz də öz fikirlərinizi bölüşməyi unutmayın əziz dostlar. Oldu, görüşənədək sağ olun. Bir dənə arkasını tam göstereyim. Göstermeye olmamıştı. Yine de düşmür, nəsə bulanıq düşür. Öndən çəkirəm görə, ön kamera ilə çəkilir. Düşmür, eyb yox. Şəkillərini çəkib yükləyərəm. Sağ olun, görüşənədək.